Mənim yaşadığım əraziyə gəldikləri zaman deyirlər ki, məsələn, yollar daşlıqdır və yaxud da ki, biz bu yola girə bilmərik. Deyirsən ki, məsələn, pulun əlavəsini verəcəm də 1 manat, 2 manat. Deyir ki, xeyr, mən girə bilmərəm, bu da düş. Daşlı yerlərə, küçələrə girmirlər. Yalnız deyir ki, məsələn, çıxın yola da oradan götürək. Söhbət Gəncənin taksilərindən gedir. Sürücülər bəzi sifarişləri geri çevirir. Bu da müştəri narazılığına səbəb olur. O qəsəbələrin yolları çox bərbad haldadır. Bəli. Yollar narahatdır. Məsələn, yazır 1 manat 40 qəpik, 1 manat 60 qəpik. O yola girəndə maşının altı, bir ay o yolu sürsən, ayda bir dəfə maşının altını düzəltdirməlisən, yığdırmalısan. Sərnişinlərin səsləndirdiyi problemin səbəbini 8 ildir taksi sürücüsü işləyən Elimdar Mansurovdan və onun həmkarlarından maraqlandığımız zaman məlum oldu ki, şəhərin taksi bazarında əməlli başlı problemlər var. Məsələn, 1 manat 20 qəpik, 1 manat 40 qəpik belə çox aşağıdır da, vallahi. Problemimiz odur ki, yəni bu taksi ilə bağlı qiymətlər çox aşağıdır. Köhnə illər maşınlar çox olduğu üçün bəlkə qiymət aşağıdır, mən də düşünürəm. Sürücülər qiymətlərin, təklifin, köhnə avtomobillərin, sənədsiz taksi sürücülərinin çoxluğundan da narazıdır. Sərnişinlər isə taksi qiymətlərindən razı olsalar da, müasir standartlara cavab verən xidmət arzusundadılar. Oradan bizi valla 13 manat pula gəldi Bərdədən bura. Bərdən gəlmişik bura telefon düzəltməyə. 13 manat pula, yəni 13 manat heç qapıya qonşuma desəm mən gəlməz Allah. Amma yəni belə də deyim ki, Sovet maşını onun qiyməti ömrü boyu mümkündür gətirmək. Allah canına dövrümüz yəni Azərbaycanlı gündən parlaqlanırdı. Köhnə maşınlar yığışdırılıb, müasir devr olsaydı, yəni belə müasir devr aid olan təzə maşınlar ən gözəl olardı. Allaha ən gözəl təmizlik odur. Şəmkir avtovazalı ora qızıyat. 2.40 ora. Bu Şəfab Dekinin yəni oğlum, Sadlıda nəvəm, baldı. Hara gedəndə onlarla. Taksi ilə? Hə, qadın alım. Evimdən gedirəm, evimə də qayıdıram. Qiymətlər sərfəlidir? Sərfəlidir, bəli. Köhnəsi də var, təzəsi də var. Hamı çörək pulu qazanmağa çıxır. Nə qarşısın, təzə maşını yoxdur. 07-dir, 06-dır. Ekspertlər deyir ki, Gəncədə taksi sahəsindəki mövcud vəziyyət problem zənciri kimi görünür. Tələb və təklifin bir-birinə cavab verməsi üçün paytaxtdakı təcrübə tətbiq edilməlidir. Taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin istehsal ilindən etibarən maksimal yaşı 8 il olmalıdır və bununla belə sürücülər təlim və imtahanlara cəlb edilməli və həmçinin buraxılış vəsiqəsi və avtomobil üçün buraxılış kartı əldə etməlidirlər. Bu, ümumiyyətlə, dünya standartlarında da belədir. Yerüstü Nəqliyyat Agentliyi Bakıda taksi sahəsində geniş islahatlar aparıb son zamanlar və təbii ki, bu islahatların Gəncə kimi qədim və böyük şəhərdə də aparılması vacibdir, labüddür və bu prosesdən kənarda qalmamalıdır. Gəncə MDB oyunlarına ev sahibliyi edəcək yaxın vaxtlarda. Ona qədər şəhərdə taksi daşımalarında mühüm yenilərin edilməsi vacib məsələdir. Bu istiqamətdə bizim gözəl nümunə var. Biz bilirik ki, Bakıda hazırda bu istiqamətdə ciddi işlər aparılır. Gəncə üzrə də bu işlər gedir, mərhələli şəkildə aparılır və yenilənməsi üçün, taksi parkının yenilənməsi üçün, maşınların tam qanunvericiliyə cavab verməsi üçün müəyyən işlər aparılır. Məsələn də qeyd edim ki, sürücülər təlimlərə cəlb edirlər. Təqribən 800 nəfərə yaxın sürücü hal-hazırda Gəncədən uğurla imtahanları veriblər və sertifikat əldə ediblər. Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinin məlumatına görə hazırda Gəncədə 200 taksi sürücüsü buraxılış vəsiqəsi, buraxılış kartı ilə təmin edilib. Müvafiq rəqəmin artırılması ilə şəhərdə taksi parkının yenilənməsinə nail olunacağı gözlənilir.